fikir verin indi. Bax, oturmuşam. Görün indi mənim dizlərim, topuqlarım mən necə hərəkət elətdirir. Yıxır az qala. Yerimə imkan vermir. Bunun dərdi çarəsi var insanlar. Köməyə dəstəyim var. Dəstəyiniz var kömək istəyirəm. Azərbaycan xalqımdan kömək istəyirəm. Ay müəllim məni səhv qələmə verdi. Mən talisimi xəstəsiyəm. Mən dizlərimin mayesi hamısı yeyilibdir, yoxdur. Gördünüz, əsl. Mənlik deyil, öz eləyir. Nail müəllimə ikinci dəfə yığdım ki, gəl məni çək. Orada mənə hansısa, mən ona deyirəm, mən ikinci qrup 50'ləm, talisimi xəstəsiyəm, qan xəstəsiyəm. Deyir, yox, hepatiti nə qədər eləmişsən? Mən də məcburda qaldım ki, yalandan deyim ki, filan qədər, nə bilim, ölümünə, axıra qədər. Amma heç də eləmirəm mən. Göydən baxan Allah haqqı, mən narkotik istifadə eləmirəm. Tövbə eləmirəm. Göydən Allah baxır. Bilmədiyiniz şeyə pis sözlər yazmayın. İmkanınızsa kömək eləyin. Uzaq başım 2500-2000 manat pul lazımdır mən dizlərimin. Maiyə köçürdülər hər dizin birinə. Hər dizin birinə 700 manata maiyə köçürürlər. Mənim də o qədər imkanım yoxdur. Pensiya alıram, bir ay pensiyamdan ancaq yeməyimi, içməyimi, sigaretimi, onunla dolanıram. Onunla 149 manat pul qalır mənə pensiyamdan. Çünki kreditim var. Beynəlxalq banka borcum var. Hər ay 244 manat pensiyamı tuturlar. Ona görə də yaşaya bilmirəm. Azlıq eləyib 149 manat mənə. Allah'dan heç vaxt ümidimi üzmürəm. Birinci növbədə qurban olduğum Allah'tır. Allah verən ömürdür. İnsanlardan da dəstək istəyirəm. Mənə dizlərimə ya əməliyyat lazımdır, ya da ki, maiyə köçürtmək lazımdır. 10.000 əhali, 10.000. Əliyə 1 manat. 10.000'in də 50.000'i bu dəqiqə sosial şəbəkələrdədir. Asın qırmızı güldə deyir, bax. İçim yanır. Ey Azərbaycan xalqım, gözəl ana bacım, qardaşlarım, qeyrətli namuslu qadınlar, kişilər, dostlar, Əliyə 1 manat. Azərbaycan xalqına inanıram mən. Mənə köməkli eləyəcəklər inşallah.